Salam, kanalımıza xoş gəlmisiniz. Bugünkü qonağım həm mənim dəyərli müəllimim, həm Seyir Nitq Mərkəzinin həm təsisçisi Ziniyyət Əliyevadır. Xoş gəlmisiniz. Xoş gördük Aysun xanım. Çox Xoş sağ gördük olun. dostlar. Deməli, bugün diksiya ilə bağlı danışacağıq. Sizə qaranlıq qalan sualları, sizin nitqinizdə problem yaradan bütün nüansları bugün burada aydınlaşdıracağıq. İlk öncə sizdən bir sualla başlamaq istəyirəm. Siz bir mütəxəssis kimi insanın səsinə qulaq asanda onun xarakterini səsindən tanıya bilirsinizmi? Ümumiyyətlə biz deyə bilərikmi ki, səs bizim vizit kartımızdır? Maraqlı sualdır. Deyə bilərik, amma insanı səsdən tanımaq sözün özü, ifadənin özü bir də təhlükəlidir. Çünki insanı tanımaq üçün çox yollar var. Bədən dili var, danışıq var, insanın özünün yaşadığı hadisələri bilmək var, bir çox şeylər var. Amma təbii ki, səs mühüm rol oynayır. Bir insanın səsini dinləyəndə onun rəngini müəyyən edə bilirəm. Daha sonra necə xarakterdə biri olduğunu təxmin edirəm. Həmçinin xüsusilə düşünürəm ki, bir insanın səsi ilə biz onun hansı emosiyada olduğunu da təxmin edə bilərik. Yəni bəli, səs bizim vizit kartımızdır. Qatılıram. Burada yenə bu mövzu ilə əlaqəli bir sual da vermək istəyirəm ki, məsələn, insanlar auditoriya qarşısına çıxır, hansı ki, məsələn, 10-15 saniyəlik bir əlinizə mikrofon alanda nəfəs çatışmır, səsimiz titrəyir. Bu nüanslarda bəs biz özümüzü necə idarə edə bilərik? Qəşəng sualdır bu da. Əslində qlobal problemdir. Cəmiyyətin ən böyük probleminə toxundunuz. Həyəcan və gərginlik. Bizə müraciət edən şəxslərin 90%-nin əsas şikayəti məhz bu gərginlik, həyəcan olur. Kütlə qarşısında özümü ifadə edə bilmirəm, danışanda özümü itirirəm, az qalır ki, ürəyim getsin. Əslində elə bir hadisə baş vermir, amma adam özünü o qədər qorxudur ki, yəqin ki, dostlara da tanış gələr bu. Ay ürəyim getdi, ay öldüm.Əsirik, gözümüzün qabağındakını da görmürük. Halbuki çox böyük bir şey yoxdur ortada. Əslində bunu idarə eləməyin bir çox qaydaları var. Bu ümumiyyətlə çox həyəcan, çox geniş mövzudur. Sadəcə birini deyəcəm. Mükəmməl olmaq bu problem var. Mükəmməl olmaq istəyi olan insanlarda həyəcan daha çox olur. Yəni səhv eləməkdən qorxuruq, sonra qorxuruq ki, sözümüzü unudarıq, bizə gülərlər. Bunları dəf etmək lazımdır birincisi. Qəbul etmək lazımdır ki, pis də danışsan, bu normaldır. Normallaşdırmaq lazımdır. Bir texnika daha deyim dostlara. Əgər hardasa çıxış eləyirlərsə və orada könəklərinə deyək ki, ləkə düşüb, ya da ki, mətnlərini unudublar, birinin soyadını deyəcəklər, soyadı səhv deyiblər filan. Həmin anda qorxurlar ki, ay indi hamı mənə güləcək. O anda birinci özləri gülsünlər. Çünki sizin üçün bir şey normal olanda mənə karyeram bunu öyrədib. Mənim üçün bir şey normaldırsa, auditoriya üçün də normaldır. Məsələn, mən bu fincanı götürürəm, kofedən bir yudum, bir qurtum aldıqdan sonra kofe üzərimə dağılır və mən kameraya belə çəkinərək baxıramsa, avtomatik onlar məni vura bilirlər. Çünki mən onlara silah vermiş oluram. Amma mən normallaşdırıb heç nə olmamış kimi davam edirəmsə, ortada problem qalmır. Bəs məsələn, bu silahdan əlavə onlar danışanda həyəcanını həll elədilər və yaxud özlərini idarə edə bildilər. Biz nitqimizdə, özəlliklə də mən sizin yanınıza gəlməmişdən qabaq daha çox istifadə eləyirdim. Parazit səslərdən, udqunmaq və s. Məndə hədsiz çox idi, amma düşünürəm ki, azaltmışam. Bu səbəblə insanlar məsələn evdə 1-2 məşqlə və yaxud belə öz üzərlərində, auditoriya qarşısında bu problemi aradan qaldıra biləcək bir məşq metodu varmı? Tövsiyə edə bilərsinizmi? Var əslində. Parazit səslər bu bir var parazit səs, bir də var parazit söz. Bunlar parazit səsdir. Parazit söz nədir? Parazit söz istənilən bir söz ola bilər. Sizin dilinizdə çox işlətdiyiniz hər hansı bir söz, yersiz işlətdiyiniz hər hansı bir söz parazit sözdür artıq. Parazit səsləri aradan qaldırmaq daha rahatdır. Bunun ən təsirli metodu fasilə metodudur. Yəni başqa metod axtarmayın. Başqa metodlar ola bilər, amma fasilədən daha yaxşı metod yoxdur. Mən bununla şəxsən dərslərdə çalışıram ki, praktika ilə bunu həll eləyim. Yəni udqunmaq, bayaq dediyiniz. Yəni biraz gülməli gələ bilər, amma ını udmaq. Əgər bir danışığınıza nəzarət etməlisiniz, danışdıqca diqqət edirik. Mən harda deyirəm. Orada danışıram, gəldi uddum yenə. Yenə danışıram, yenə gəldi. Fasilə verdim, dayandım. Yəni bunlar artdıqca bir dəfə, 2 dəfə, bir müddət sonra parazit səslər tamamilə ortadan qalxır. Bəs mənim ən yaralı mövzum hədsiz dərəcədə problem yaşamışam, kompleks yaşamışam ləhcə. İnsanların təmiz ləhcəsiz danışmağı, yəni necə öyrənir? Bu müvəqqəti olurmu, yoxsa ömür boyu bizləndimi, geri dönürmü? Yəni elə insanlar var ki, deyir ki, ləhcə məsələn mən deyirəm ki, düzəlib hələ, deyirlər ki, yox, səndə Şəki ləhcəsidir, düzəlməyəcək.
Onsuz Hı. sən ömür boyu belə gedəcəksən. O mənim motivasiyamı biraz aşağı salır. Kökələr yanlış düşüncədir. Onun üzərindən xətt çəkin. Onu deyən adamlar da böyük ehtimal nitqdən tam anlamırlar. Yəni insanın nəyə qadir olduğunu biz biliriksə ki, o qədər Allah bizim mürəkkəb mexanizm olaraq yaradıb, beynimizdə bu qədər neyronla, saniyədə bu qədər kimyəvi proseslə biz həyatımızı yaşayırıqsa, o mümkünsüzdür ki, biz düzəldə bilməyək. Burada belə bir incə məsələ var, ləhcə dediniz. Ləhcəsini düzəltməyə gələn insanların ən əsas problemlərindən biri onların danışığında hərf problemlərinin və s. olmasıdır da. Əsasən müəyyən hərfləri yanlış deyirlər. Mən əslində sizə sevindirici bir xəbər deyəcəm. Heç bir zaman ləhcəli olduğunuza bu qədər sevinməlisiniz bu ehtimal. Siz ləhcəni tez götürürsünüzsə, ümumiyyətlə bir insanın yanında 2 gün durduqda onun ləhcəsini götürürsünüzsə, sizə şad xəbərim var. Çünki demək ki, sizin nitqiniz çox qəşəng təqlid etmə qabiliyyətinə sahibdir. Həmişə deyirəm ki, adam var fəxr eləyir ki, mən 100 il məni bir Naxçıvanlı ilə yan-yana otursunlar, ləhcəsini götürmürəm, buna fəxr eləyir. Bəli, bu müsbətdir, amma bunun bir mənfisi var. Deməli, sizin nitqinizin heç götürmə qabiliyyəti yoxdur və nitqiniz başqası yamsılamır. Belə olduğu zaman çox insan gec götürür bəzi şeyləri. İndi necə aradan qaldırmaq olar? Aradan qaldırmaq olar təbii ki. Mənim öz müşahidələrimə görə ən çətin aradan qalxan ləhcələrdən biri şəkil ləhcəsidir, bəli. Çünki orada GK bizə imkan vermir. CC çox rahat həll olunur. GK-nin üzərinə əməlli başlı bir praktika, özünüz bilirsiniz, canlı şahidisiniz. Əməlli başlı bir praktika sərf edirik və yeganə hərf problemidir ki, həm düzəldən ölür, dərdən qabıqdan çıxır mənə görə, həm də ki, qarşısındakı şəxs. Amma həll olunan problemdir. Naxçıvan ləhcəsi də çətindir. Mən özüm talışam məsələn. Normalda məndə talış ləhcəsi olmalıdır. Amma mütaliə və s. çox da olmayıb heç bir zaman. Amma talış ləhcəsi də məsələn müəyyən qədər çətindir. Tam o dərinlə, ən dərinlə getdiyimiz zaman çox çətin ləhcədir. Aradan qaldırmaq üçün dediyim kimi güclü bir praktika lazımdır, amma həll olunmayan problem deyil. Rahat olun. Elə bu yerdə bir sual vermək istəyirəm ki, şəkil ləhcəsindən danışdığınız Naxçıvan ləhcəsi həyatınız, karyeranız boyunca sizi belə çox çətinə salan tələbəniz olub? O nitqini düzəltmək üçün çox əziyyət çəkmisiniz. Olub. Belə bir səmimi etiraf edeyim, nitqini düzəldə bilmədiyimiz tələbələr də olub. Amma bu tələbələr hansı tələbələr olub? Onların nitqindəki problem loqopedik olub. Yəni mənlik olmayıb artıq. Ya gəlib psixoloji bəzi məsələlər var. Travmalardan qaynaqlanan çox dərin bir qorxudur. Artıq görürəm ki, mən işləyə bilmərəm, yönləndirirəm. Bir cümlə var, çox həddini bilmə ifadəsi, çox gözəl ifadədir. Həddimi çox yaxşı bilən insanam. Ona görə də bir şeyi mənim idarə eləyəcəyimi, idarə elə bilməyəcəyimi düşünəndə onu işləmirəm. Hansısa bir problem mənə çətin belə gəlsə, onu da işləmirəm. Yəni bu bacarıqsızlıq deyil. Amma görürəm ki, mən bu şeyi bacarmıramsa, mən nə inadına ondan pul qazanmağa çalışım. Yəni doğru deyil məncə. Yəni əslində dediyim kimi olub. Beynimdə siz dedikcə bir tələbəm canlandı. O da hələ problemi deyildi. Bizim işimiz elədir ki, biz hər yaş kateqoriyasından işləyirik. Hər həkimindən tutmuş müəlliminə, vəkilindən tutmuş nə bilim vəzifəli şəxsinə hər adam bizə müraciət edir. Və müraciət edən adamlar arasında bəzən elə kaprizli, elə kompleksli insanlar olur ki, narsistlər olur, nə bilim müəyyən tip insanlar olur. Bu cür insanlarla işləmək çətindir, amma mənə çətindirmi, artıq çətin deyil. Gündəlik həyatla o adam, həyatda bəlkə adamlarla durub bir stəkan çay içə bilmərəm. Amma işimin xətrinə Mütəxəssis kimi yala verirəm yəni. Əsəbləşmirəm. Bəs məsələn, bu kompleks eləyən insanlar bildirdiniz. Məsələn, kompleks eləyən insanların içərisində çox yavaş danışan insanlar da var və mənim kimi çox sürətli Kökünü danışan, gözəl qurursunuz. Sağ olasınız. Aha. çox sürətli danışan insanlar da var mənim kimi. Düşünürəm ki, mən tempə düşmüşəm, amma bəzən yenə də olur ki, o qızıl ortanı tuta Ən çox bilmirəm. emosional olanda. Bəli, mənim yaxınlarım da bilir ki, mən emosional olanda hədsiz, yəni hətta insanlar deyir ki, nə danışdığını, nə dediyini başa düşə bilmirik. Bu qızıl ortanı insanlar necə tutdura bilərlər? Aha. Maraqlıdır əslində. Bu qızıl ortanı tutmaq belə dediyim qədər asan bir şey deyil. Məsələn, oxu burada çox rol oynayır. Mütaliə, səsli kitab oxumaq, ümumiyyətlə kitabı səsli oxumaq, yəni çox rol oynayır. Ancaq qızıl ortanı tutmaq üçün birinci növbədə öz sürətimizi bilməliyik ki, biz əslində eləyən kimi danışırıqmı, sürətli mi danışırıq? Bunu bilirik. Biləndən sonra sürətimizi nə qədər endirmək istəyirik, nə qədər qaldırmaq istəyirik, bunu təyin etmək lazımdır. Bunu deyəcəm belə, amma bu mütəxəssislə həll olunan bir şeydir. Və adamların özləri də bunu düzəldə bilərlər. Əsas məsələ emosional olanda nitqə çox nəzarət eləməkdir. İçim mən qarışıq.
heç bir insan deyə bilməz ki, mən emosional olanda nitqimə çox qəşəng nəzarət edirəm. Elə bir şey yoxdur. Hamı əsəbi olanda nitqində müəyyən dolaşıqlıqlar ola bilər, yanlışlara yol verə bilər. Yəni bu mümkündür və bu 100% bir prosesdir əslində. Sadəcə qızıl ortanı tutmaq üçün dediyim kimi insanların kitab oxumaqla arası çox yaxşı olmalıdır. Amma burada da bir yeri gəlmişkən bir məqamı qeyd edeyim. Bəzən biz əvvəl sorularımızı paylaşanda filan insanlar yazırlar ki, kitab oxuyan, kitab deyir ki, mən çox kitab oxuyuram. Çox kitab oxuyan adam belə danışarmı filan Mən də o və sual s. verəcəydim. Hə, elə gördünüz qabaqladım sizi. Çünki çoxunun verdiyi sualdır. Yəni o yanlış düşüncədir. Ay mən kitab çox oxuyuram, mənim söz ehtiyatım artıq olmalıdır. Ay mən çox kitab oxuyuram, mən özümü yaxşı ifadə etməliyəm. Elə bir şey yoxdur. Kitab oxumaq bizdə passiv söz lüğətini artırır. Aktiv söz lüğətini artırmır. Biz siz nəyə bənzəyir? Oturmusunuz ingilis dilində sözləri öyrənirsiniz. Deyirsiniz ki, mən ingilisdən bu qədər söz bilirəm. İndi siz onlar sizin lüğətinizdəki sözlərdir. Yox. Yəni Həm də akıl var mantıqları. həm də insanlar ümumiyyətlə əksəriyyətimiz kitab oxuyanda mən də əvvəl, yəni təbii ki, çox ürəyimdə oxuyurdum. Hətta mən özümdən fəxr edirdim ki, mən çox sürətli kitab oxuyuram. Eyni. Təfsir eləyirdim. Mən sonra sizin yanınıza gələndən sonra başa düşmüşəm, mən tamamilə səhv eləyirəm. Birincisi sürətli oxumamalıyam, sonrası isə yüksək səslə oxumalıyam və öz Amma bütün oxuduğumu kitab, bütün dinləməliyim. səhifələri yoxdur Aysun xanım. Yəni belə olanda bəzən adamlar səhv anlayırlar. Onlar elə bilirlər ki, bütün səhifələri siz səsli oxumalısınız. O da adamın ürəyini sıxır axı. Yox, yox, təbii Bir ki, səhifə, müəyyən. 2 səhifə minimum. Bəli, hər oxuduğumuz kitabdan onsuz eləsək düşünürəm ki, düzələr. İndi gələk insanların, özəlliklə də tələbələrin və məzunların yalar yerinə iş və müsahibə. Burada bu müsahibə zamanı bizim nitqimiz çox böyük rol oynayır deyə düşünürəm. Biz müsahibəyə getdiyimiz amma hansı sözlərdən, hansı tonlamalardan, belə deyim, nələrdən istifadə etməliyik ki, biz həqiqətən öz bilik və savadımızı qarşımızdakı insana inandıraq. Çünki elə insanlar olur ki, həqiqətən biliklidir, bacarıqlıdır, amma nitqinə görə o müsahibədən kəsilir. Bu insanlar Sizcə təkcə nitqinə görə? Yox, düşünürəm ki, 50-50-də əslində vəziyyət. Yəni Sizcə nədir? Yəni insanların iş müsahibəsində kəsilməsinə səbəb olan faktor mən nədir? ilk öncə həyəcanı düşünürəm, həyəcanı və Üstünə stresini bastınız. idarə edə bilməmə. Həyəcan və stresi idarə edə bilmir. Daha sonra o həyəcanın verdiyi dilim topuq vururdu. Həqiqətən o dil topuq vurduqdan sonra da yaşananlar və unudur, yəni bildiyimi də unudurdum məsələn mən əvvəl. Amma indi elə deyil, yəni bilmədiyimi də elə bəzən danışıram ki, yəni deyirəm ki, öyrənərəm. Əslində maraqlı sualdır. İş müsahibəsi, mən insan resursları mütəxəssisiyəm, mən HR-am dediyimiz zaman elə avtomatik qarşımızdakı tələbə dərhal başlayır bükülməyə. Çünki onu düşünmək belə ona çətin gəlir. Niyə? Məncə burada belə psixoloji gedəcəm. İş müsahibələrində bizim kəsilməyimizin təməl səbəblərindən biri bizim itirmə qorxumuzdur. Məsələ budur. İtirmə qorxusu olmayan bir insan iş müsahibəsində həyəcanlanmır və ümumiyyətlə iş müsahibəsi onun üçün çox dəyər kəsb eləmir. Orada kəsilsə də problem olmur. Yəni deyək ki, itirmə qorxusu nəyə deyirəm? İndi deyə bilərsiniz ki, haqlı olaraq. Hələ qəbul eləmədiyim iş müsahibəsinə, hələ daxil olmadığım işi itirməkdən necə qorxa bilərəm? Bilirik. Yəni, Çünki potensial olaraq özümüzü artıq oranın əməkdaşı olaraq görürük. Birdən bu şansı itirərəm deyirik. Heç bu yandan baxmamışdım. Bəli, buradan baxmaq lazımdır. İtirmə qorxusu vecsiz olaraq, o mövzuya vecsizləşərək əslində aradan qaldırmaq mümkündür. Birinci itirmə qorxumuz olmamalıdır. Orada hər bir hal ehtimalı qəbul etməliyik. Kəsilə bilərəm. Çətindir bu, ağırdır. Kim qəbul edə bilər ki, deyə də bilərsiniz ki, döyüş nə asan gəlir kənardan baxana. Məsələ o deyil, yəni bunu qəbul edə bilərik. Bunu itirmə qorxusunu qəbul edəndən sonra artıq gərginlik olmur axı. İkinci məsələlərdən birisi budur ki, iş müsahibələrində çalışmalıyıq ki, bəzən ya çox təvazökar oluruq, məzlum dayanırıq. Bu bizə ailədə öyrədilən bir şeydir. Valideynlərin danışanda qarşılarında dik oturmursan, daha məzlum. O artıq gedib müsahibədə də özünü göstərir. Dik duruş, oturduq, ayaqlarımızı qoyduq düz. Masadırsa masanın üzərində bu şəkildə. Çox keçirmirik bir-birinə. Bu formada yaxınlaşdıq deyək ki, özümüzü ifadə edəndə xəfif təbəssümdən qaçmırıq. Masa yoxdursa, əllər düz bu şəkildə. Əlləri çox belə oynatmayın. Tutmalısınızsa boş tutun. Belə tutmayın. Həmişə boş tutmağa diqqət edin. Bu sizi daha rahat göstərir. Ovuc içi açıq şəkildə, mütləq şəkildə bu şəkildə cavablayın. Bir başqa tərəfsə ortada dayanın. Yəni biraz təvazökar olun, biraz da eqonu işin içinə salın. Amma
Məsələn deyirəm də, bir nümunə deyirəm cümlə. Deyir ki, bizdə nə qədər müddət işləməyi düşünürsüz? Ömürlük, həyatım boyu istən işləyərəm filan. Bu olmaz. Ya da deyə bilərsən, bəzi adamlar deyirlər ki, mən deyərəm ki, sizə nə qədər faydalı olsam. Bəziləri də deyirlər ki, deyərəm ki, mənə nə qədər faydalı olsa. Axı birində ego işin içinə girir, birində də yersiz təvəkküllük. İndi o ikisini qarışdıraq. Birinci verək, sonra alaq. Məsələn, ola bilər ki, hal-hazırdakı düşüncəmə görə uzun müddətli işləmək istəyirəm, amma ola bilər irəlidə siz artıq mən sizi qane etməyim ya da ki, şərtlər mənə uyğun olmasın. Birinci onların tərəfinə dedim, sonra öz tərəfimə. Bu nəzərdə tuturam. Çox da silahlar. İş müsahibəsinə hazırlaşmaq üçün müraciət edə bilərlər. Reklamda. Yerləşdirəcəm bu arada Sevgili Nitq Mərkəzini sosial media hesablarında da izləyə bilərsiniz. Bəs məsələn biz auditoriya qarşısına çıxış edirik və özəlliklə də təqdimatlar olur. Bu təqdimatlar bizim həyatımızda həm məktəbdə, həm universitetdə, işdə, yəni ömür boyu bizlə olur. Belə görürəm də, yəni biz təqdimat eləyiriksə, qarşımızdakılar belə deyim, bir növ məcazi mənada olsa yuxuluyur. Yəni baxırlar, amma fikir bizdə deyil. Onları səs tonumuzla necə belə manevr edib oyandıra bilərik? Birdən-birə səsinizi qaldırıb endirməklə. Salam, hər kəs salamlayıram. İndi qalxdıq, yavaş endik. İnsanların yuxuladığını özüm səsi. İnsanların yuxuladığını hiss elədiyimiz anda səsimizi oynatmalıyıq. Qaldırıb endirməliyik. Nitqimizi sürətləndirib yavaş-yavaş ləngitməliyik. Sonra maraqlı nəsə qatmalıyıq çıxışa. Hə, bunlar vacibdir. Səsinizi oynatmalısınız. Sağ olun. Bəs məsələn bunları bu qədər tövsiyə veririk də, siz özünüzdə bir natiq kimi yaxşı natiq olmaq üçün hansı kitabları oxuya bilərik? Yəni ki, və yaxud hansı podkastları dinləməyi məsləhət görürsüz, hansı filmlərə baxmağı, belə bu tövsiyələriniz varmı? Aha, qəşəng sualdır. Mən tələbələrimizə birmənalı olaraq kitabla bağlı həmişə canlı kitab layihəsini tövsiyə edirəm. YouTube-da yazsalar, xüsusilə mən Azərbaycanda qiraət baxımından Kamal Yaşarı çox bəyənirəm. Bunu hər zaman dərslərdə də deyirəm. Və eyni qaydada yaxşı səsləndirmə ustalarımız çoxdur bizim. Hamısını dinləyə bilərlər. Kim onlara yaxşı gəlirsə, onu oxuya bilərlər. Konkret mən belə bir sxem qoymuram ki, məhz bu kitabı oxuyun, bu kitabı oxumayın filan. İstənilən bir kitab sizə təsir edən hər hansı bir kitab burada faydalıdır. Mən yadımdadır ki, universitet vaxtı bir qrup yoldaşım mənə demişdi ki, elmi şəxsi inkişaf kitabları oxuyurdum daimi olaraq. Demişdi ki, Ziniyyət, yəni mən bədii ədəbiyyat oxuyuram. Dedi ki, dedim, yəni şəxsi inkişaf oxu da daha çox şey öyrənərsən filan. Bədii ədəbiyyat nə öyrədir ki, içində boş yığındır filan, söz yığınıdır. Dedi ki, sənin şəxsi inkişaf kitabından öyrəndiyini mən oradan öyrənirəm. O kitab mənə çox xoş gəlmişdi. O cümlə çox xoşuma gəlmişdi. İndi bilə bilmirik də insanlar nəyi hardan götürürlər. Sırf mütləq bir kitabı oxumalıdır insanlar desəz, kitab deyil əslində. Bir ümumiyyətlə kanal deyərdim. Kanal da deməyək, mövzu deyərdim. Stoizm fəlsəfəsini araşdırsınlar. Bu vecsiz olmaq üçün də, həyatı axışına görə yaşamaqla, onda nitqə də təsir eləyir. Türklərdə stoacı gedir bu. Daha çox türklərdə var mənbələr. Stoacı fəlsəfəsi yazıb araşdırsalar və təslimiyyət başlığı ilə. Bu da onlara çox yaxşı təsir eləyəcək həyəcana və gərginliyə görə. Hazırda kitabları tam xatırlamıram, amma əminəm ki, oxumalarını istədiyim kitablar mütləq ki olar. Çox sağ olun. Sizə sağ olun. Ətraflı məlumat verdiyiniz üçün. Artıq demək olar ki, videomuzun sonuna yaxınlaşırıq və son olaraq izləyicilərimizə, özəlliklə də gənc nəsilə nitqlə bağlı qızıl tövsiyəniz nə olardı? Aha, gəldik tam o vacib məqama. Əziz dostlar, əziz gənclər, çox şey deyə bilərəm. Amma əsas özüm də bir gənc olaraq əsas məsələni bu şəkildə deyəcəm. Mən özüm də həyat yolumda çox bacarmazsan deyən insanlarla rastlaşmışam və bugün səsimə pis deyənlər də olub, danışığıma pis deyənlər də olub, ya da ki, hər zaman heç çəkinmədən deyirəm ki, mən vaxtilə dərs sinifdən belə qovulmuşam. Çünki Azərbaycanca danışa bilməmişəm. Mən özüm həmişə bunu şüar olaraq deyirəm. Bir gün bir səhnə olsa, ora çıxsam, yenə təkrarçılığa yol verib orada da bunu auditoriyaya deyərəm ki, mənim Azərbaycan dili ikinci dilimdir. Yəni ana dilim talış dilidir və mən öz ikinci dili öz ana dilim qədər yaxşı danışıramsa, sizin birinci dilinizdirsə, siz məndən də gözəl danışa bilərsiniz. Sadəcə məsələ burada nədir? Öz nitqinizə birinci növbədə qızıl qayda budur ki, nəzarət edin. Öz nitqinizi kəşf edin. Səs yazılarınızı dinləyin. Özünüzü dinləyin.
Özünüzdən qaçmayın, səsinizdən qaçmayın. Səsinizi ola bilər sevmirsiniz, dəyişmək istəyirsiniz, amma yenə də səsinizi dəyişməyin yolu belə səsinizi sevməkdən keçir. Səs Sevməsəz dəyişə dəyişmək bilməzsiniz. mümkündür, onda belə başa düşürəm. Mümkündür. Sırf buna məşğul insanlar var. Biz səsi dəyişmirik, biz səsə rəng qatırıq, obraz veririk. Səs daha ahəngdar olur. Yəni ölü səsdən çıxarırıq şəxsləri. Amma səsi hətta lap deyək ki, kökündən dəyişmək istəyirsiniz. Yenə də səsinizlə müqavimət içində, yenə psixoloji gedəcəm. Səsinizlə nə qədər müqavimət içində olsaz, onu dəyişməyə çalışsaz və səsinizə nifrət eləsəz, bir o qədər səsinizi dəyişə bilməyəcəksiniz. Dəyişsəz belə yenə səsinizi sevməyəcəksiniz. Bilirsiniz nəyə bənzəyir? Sanki bir adam var, 120 kilodur çəkisi və arıqlayır, 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 olur 50 kilo, düzdürmü? Və o bir müddət o 50 kiloluq halını sevəcək, amma 120 kiloluq halına nifrət eləyir daxı. Öz içində nifrət var. Bir müddət sonra o halı da ona xoşbəxtlik verməyəcək. Çünki problem o kiloda deyil, onun düşüncəsindədir. Eyni məsələ səsdə də var. Səsinizi sevin. Çünki Allah Taala hər insanın, hətta nə qədər səslər bənzəsə belə, hər kəsin səsini xüsusi yaradıb. Barmaq izlərimiz nə qədər fərqlidirsə, o qədər səsimiz də fərqlidir. Siz çox şanslısınız, sizin özünüzün səs rəngi var və bənzərsiz də dünyada yoxdur bundan. Daha gözəl nə ola bilər? Yəni özünüzü sevin dostlar, səsinizi sevin, nitqinizi sevin, amma düzəldin. Danışanda özünüzə nəzarət edin. Dediyim kimi səs yazılarınızı dinləyin. Çoxlu kitab oxuyun. Sonra bir də ən vacibi özünüzlə çoxlu danışın və mütləq ən azı 2-3 nəfərdən ibarət bir dost çevrəniz olsun ki, oradakı insanlar özünü ifadəni çox sevsinlər. Yəni sizin sırf fəlsəfə masanız olsun həyatınızda. Maraqlı. Ona xüsusi yer ayırın. Olsun, belə əyləncəli masaları kim sevmir ki? Mən də dostlarımla bir ara gələndə xoşlayıram, boş-boş danışım. Yəni hər cür ifadədən istifadə edib danışam. İndi dostların bir səmiyyəti odur da, zarafatı odur. Gəlib dostlarımın yanında da belə danışsam, deyəcəklər ki, bu nədir? Sən burada təlimçisən, qəşəng gəlmisən dost kimi danış. Amma bir fəlsəfə masan da olmalıdır. Və o masada olan insanlar bənzərsiz olmalıdır. Sən söz açanda onlar da sənə sual verməlidirlər. Əgər həyatınızda heç olmasa bir nəfər belə fəlsəfi mövzularda, özünü ifadədə oturub danışa biləcəyiniz insan yoxdursa, demək ki, çox şey itirmisiniz. O adamları qazanmaq lazımdır. Çox gözəl bir məsləhət oldu. Həm nitq baxımından, həm də həyat cəhətdən. Çox sağ olun. Zinət xanım, bu gün vaxt ayırıb qonağım olduğunuz üçün çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Ümid edirəm ki, dostlar, bu video sizin üçün faydalı oldu. Sizin nitqinizdə, ümumiyyətlə həyatınızda yeni bir baxış bucağı yaratdı. Kanalıma abunə olmağı, like atmağı və yorum yazmağı unutmayın. Unutmayın ki, dünya sizin baxdığınız pəncərə qədərdir. Ona görə də nə qədər geniş pəncərələrdən baxsaq, həyatımız bir o qədər daha geniş, daha rəngarəng olar. Rəngarəng olar. Qəşəng. Bu qədər. Çox sağ olun. Növbəti videolarda görüşərik.